Təsəvvür edin, cəmi 47 illik bir ömür. Amma bu ömrün 38 ili kino ilə bağlıdır. Azərbaycan kinosunun yaddaşında iz qoyan, milyonlarla tamaşaçının sevdiyi aktyor. Lakin taleyin qəribə ironiyası var. Çəkdiyi son film, Fəryad filmini görmək ona qismət olmadı. Gülləni çıxartmayacaq. Ürəyi möhkəmdir. Bir-iki ay yaşaya bilər. Samvelcan, bu vaxt ərzində onu bizim Xorenlə dəyişə bilərik. Söhbət Azərbaycan kinosunun unudulmaz simalarından biri olan Ceyhun Mirzəyevdən gedir. Ceyhun Mirzəyev 1946-cı ilin 9 aprelində Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. Atası Cəmil Mirzəyevin ikinci evliliyindən doğulan Ceyhunun uşaqlıq illəri çətin keçib. O, cəmi 3 yaşında olarkən atasını itirir. Bəzi mənbələrdə onun Bakıda doğulduğu da qeyd olunur. Uşaqlıqdan həyat ona çətinliklər yaşatsa da, taleyi onu çox keçmədən kinoya aparacaqdı. Bakıda oxuduğu məktəblərin birinə günlərin birində tanınmış rejissor Tofiq Tağızadə gəlir. O zaman cəmi 9 yaşı olan Ceyhun Mirzəyev rejissorun diqqətindən yayınmır. Onun baxışlarında və davranışlarında xüsusi bir istedad görən rejissor balaca Ceyhunu 1955-ci ildə çəkilən Görüş filmində rol almağa dəvət edir. Bu onun kino dünyasına ilk addımı idi. Bundan sonra kime inanırsan? Ne olur? Nece ne oğlum? Ahmak 3 saat yol üstünde durasan. Bırak öke. Gün tepene döye döye. 8 kilometre piyade yol gidesen. O da gelip senin yanından fırr eleyip ötsün. Aradan cəmi 3 il keçir və Ceyhun Mirzəyev Azərbaycan kinosunun ən məşhur uşaq obrazlarından birini yaradır. Ögey Ana filmindəki İsmail obrazı ona böyük şöhrət gətirir. Ana! Beni de apar! Dağıt bu yanaların elinden. Dağıt. Azdan şahı, o neynesin? Sərt, inadkar, amma eyni zamanda ürəyi xeyirxahlıqla dolu olan İsmail obrazı tamaşaçıların qəlbinə yol tapır. Bu rol o qədər təsirli olur ki, Ceyhun Mirzəyev artıq bütün SSR-də uşaq rollarının ən istedadlı ifaçılarından biri kimi tanınmağa başlayır. Uşaq yaşlarında o, həmçinin Köroğlu, Matteo Falcone, Əsil Dost, Qara Qağayı kimi filmlərdə də maraqlı və yadda qalan obrazlar yaradır. 1962-ci ildə isə o, SSR istehsalı olan Compañeros filmində çəkilir və artıq kino mühitində tanınmış bir aktyora çevrilir. Lakin Ceyhun Mirzəyev təkcə aktyor olmaqla kifayətlənmir. O, bir müddət Azərbaycan Film Kino Studiyasında asistent rejissorun köməkçisi kimi də çalışır. Daha sonra Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirir və təhsilini artırmaq üçün Moskvada davam etdirir. Sonrakı illərdə o, Yenilməz Batalyon, Dəli Kür, Yol Əhvalatı, Qanlı Zəmi və başqa filmlərdə müxtəlif və maraqlı obrazlar yaradır. Ne qəşəkdir, lap dolucu maşın oxşuyur. Doğrucu, axmaq. Eğer mən də atamın yanında olsaydım, əsl doğrucu maşınlar oradadır. Hayır, koymazlar ki. Bak bunların ucbatından. Odur oxuyur. Ora bax da saçına bir parça çındır bağlayıp özünü taktı. Ama bilmirəm özünü niye taktı? Ceyhun Mirzəyev yalnız aktyor və rejissor deyildi. O, həm də satira və parodiya ustası idi. Uzun illər Mozalan satirik kino jurnalının bədii rəhbəri kimi çalışıb və bu jurnal üçün bir çox maraqlı süjetlər yazıb. Hətta Mozalanın məşhur arı vızıltısı səsi də məhz Ceyhun Mirzəyevə məxsus idi. Onun şəxsi həyatı da kinodan uzaq deyildi. 1973-cü ildə Lidia adlı xanımla ailə qurur. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Rejissor kimi ilk böyük işi isə Azərbaycan kinosunun ən məşhur komediyalarından biri olan Bəyin Oğurlanması filmi olur. Ayşema! Bu kino ki var, bu çox qəliz məsələdir. Pis oynamırlar. Biraz emosiya azdır.
Emosiya. Ada biraz dili oynayayım da. Bu filmi o, rejissor Vaqif Mustafayevlə birlikdə çəkir. Amma onun həyatında ən dramatik və yadda qalan film 1993-cü ildə çəkilən Fəryad filmi olur. Ne edirsən Asiya? Дядя, Armen я dayı. книги читала, как Kitabda фашисты oxumuşam ki, казнили faşistlər də русских əsirləri пленных. yedizdirirlər. Ничего здесь Burada elə bir такого şey нет. yoxdur. Asiya, ты дочь Asiya, axı sən Xorenin qızısan. И пора тебе уже Sən знать, artıq что bilməlisən армяне ki, ermənilər фашисты. faşist deyil. Bu film Qarabağ müharibəsinin ağrını və faciəsini əks etdirirdi. Ceyhun Mirzəyev bu filmdə yenidən İsmail obrazını canlandırır. Sanki Ögey Ana filmindəki İsmail böyümüşdü və artıq vətəni müdafiə etmək üçün döyüşə yollanırdı. İsmail. Lakin bu film onun taleyində çox ağır iz buraxır. Çəkiliş prosesində yaşadığı dərin sarsıntılar və stres onun səhhətinə ciddi təsir edir. Sən mənim yeganə bir sualıma cavab verə bilərsən. Yox. Axı necə olsa biz səninlə bir şəhərdə yaşamışıq. Suala baxır da. Bir gün kinostudiyada aktyorun halı qəfil pisləşir. Onu təcili olaraq evinə aparırlar. Və çox keçmədən Azərbaycan kinosu ağır bir itki ilə üzləşir. 47 yaşı tamam olmasına cəmi bir ay qalmış Ceyhun Mirzəyev qəfil vəfat edir. Ən ağrılı tərəfi isə bu idi ki, o böyük zəhmətlə çəkdiyi Fəryad filmini nə görə bildi, nə də səsləndirə bildi. Ceyhun Mirzəyev Bakıda Yasamal qəbristanlığında dəfn olunub. Amma onun yaratdığı obrazlar, kino tariximizdə qoyduğu iz və tamaşaçıların yaddaşında qalan xatirəsi heç vaxt unudulmayacaq.